Uşaqlarda qasıq yırtığı deyirlər, digər problemlər olur da. Əməliyyatsız siz keçən məsələn yırtıqlar və yaxud da varmı məsələn əməliyyatsız? Qasıq yırtıqları bu qasıq kanalının açıq qalması nəticəsində olur. Oğlan uşaqlarında xaya enir, həmin kanal açır. Qız uşaqlarında oradan uşaqlığın girdə bağı keçir, açır. Ümumiyyətlə qasıq yırtığı varsa bunun bağlanma şansı çox azdır. Amma oğlan uşaqlarında bəzən də qız uşaqlarında bəzən 4-5 ay nə qədər geriyə çəkilmə ola bilir. Məsələn, dünya ölkələrində bəzi ədəbiyyatlar, PubMed məqalələr deyir ki, məsələn, 30%, 40% hallarda bu geriyə çəkilə bilər. Ona görə 5 ayına qədər bəzən gözləyir. Hansı ki, tez-tez şişmir, çıxmayan yırtıqları. Amma tez-tez şişirsə, bu yırtıq çox çıxırsa, ağrıdırsa, bunun boğulma riski var və o vaxtında əməliyyat olunub aradan qaldırır. Amma göbək yırtıqlarında fərqlidir. Göbək yırtığı ana ilə göbək ciyəsi birləşir. Onun içində damarlar, sidiya xarman element və bağırsaq elementlər var. Onlar kəsilibdən sonra geri çəkilir və göbək kanalı bağlanmalıdır. Bu kanal bağlanmayanda açıq qalır, amma 2 yaşa qədər bu özünü bağlayır. Məsələn, 1 yaşında göbək yırtığı əməliyyatı edim deyən adam qanunsuz bir iş görür və bu olmaz. Dünya Uşaq Cərrahiyyəsi protokolunda 2 yaşından erkən dövrdə göbək yırtığını ancaq boğulmuş göbək yırtığı olduğu halda cərrahi əməliyyat olunur. Digər hal yoxdur. Boğulmuş göbək yırtığı da mən deyim ki, mən öz təcrübəmdə, yəni 2009-cu il, 2010-cu ildən işləyirəm mən və o təcrübəm dövründə hələ bir dəfə görmüşəm boğulmuş göbək yırtığını. Yəni, bəlkə də mən göbək yırtığı 20.000 dənə görmüşəm ki, onun bir dənəsində boğulma. Yəni, boğulma olma şansı 0-a bərabər. 2 yaşa qədər göbək yırtıqlar çəkilib gedir. 2 yaşdan sonra qalan yırtıqlar artıq cərrahi müdaxilə olunaraq qapanmalıdır. Yəni, bağlanma şərti 0-dır.